Salam müəllimlər, hər birinizi xoş gördük. Atletikana bağlı qaçış zolaqları haqqında qısaca olaraq məlumat verəcəm və bu verdiyim məlumat 99%, yəni düşə bilər, yəni ehtimalı var. İstər sertifikasiya olsun, istər MİQ gedən müəllimlər olsun. Beynəlxalq qaçış zolağının bir dairəsi 400 metrdir. Və sual düşsə ki, start xəttindən finish xəttləri hansı metrlərdə düşür? Yəni burada 300 də qoya bilərlər, 200 də qoya bilərlər, 100 də qoya bilərlər. Düzgün cavab 400 metr, 800 metr, 1000, 200 metr, 1600 metr, 2000 metr məsafələrə olan bütün qaçışlarda start xəttindən finish xətti üst-üstə düşür. Və burada 600 ola bilməz, burada 300 ola bilməz, burada 200 ola bilməz, burada 900 ola bilməz, burada 1500 ola bilməz. Bir idmançının 1600 metr qaçması, bir idmançının 800, 2000, 1200 metr, 400 metr qaçması start xəttindən, finish xəttindən üst-üstə düşür. Yəni, belə deyək də 400, 800, 1200, 1600 və 1200 və hətta bunlara 4 vur əlavə etsələr də belə, yəni estafet qaçışları olsa da belə 4 vur 400, 4 vur 800, 4 vur 1200, 1600 və 2000 metr məsafəyə qaçan idmançılar və 4 vuru verməsə də start xəttindən finish xətti üst-üstə düşür. Və qaçış yolunun ölçülməsi hansı formada aparılır və buna da çox diqqət yetirək. Qaçış yolunun uzunluğu, mən buna 100 metrdən misal çəkəcəm, 100 metr məsafə. Bu xətti qoyaq, start. Və bu xətti də qoyaq, finish. Burada start xəttindən başlamır. Artıq burada finish xəttinin daxilindən start xəttinin xaricinə kimi ölçülür. Deməli, qaçış yolu hansı ölçüdən ölçülür və burada başlayırıq birinci olaraq finish xəttinin daxilindən start xəttinin xaricinə kimi. Yəni, bu xəttin başlanğıcından bu xəttin qutaracağına kimi. Yəni, finish xəttinin daxilindən start xəttinin xaricinə kimi ölçülür. Və mən bunu 100 metrə olaraq misal çəkdim. Burada 400 metrdə misal çəkmək olar. Və birbaşa cavab olaraq finish xəttinin daxili start xəttinin xaricinə kimi. Finish xəttinin daxilindən start xəttinin xaricinə kimi. Yəni, start xəttinin daxili və yaxud start xəttinin xaricindən finişə kimi. Xeyr, bu səhv sual olacaq.
finish xəttinin daxilindən start xəttinin xaricinə kimi ölçülür. Bu qədər müəllimlər. Diqqət ayırdığınıza görə hər birinizə təşəkkür edirəm. Sağ olun, salamat qalın.